Prezident İlham Əliyev Azərbaycanın Pravoslav xristian icmasını təbrik edib. Bölgə TV xəbər verir ki, təbrik mətnində deyilir: Hörmətli həmvətənlər, sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir. Hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda 100 illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə yüksək birgə yaşayış mədəniyyətinin, mənəvi əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bugün hər kəs mədəni özünü ifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik mədən özünə məxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai, siyasi, sosial, mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər. Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hisslər özündə təcəssüm edir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram. Ailələrinizə səadət, süfrələrinizdə bol ruzi bərəkət arzulayıram. Bayramınız mübarək olsun. Rəna Rövşən qızı, Bölgə TV.